Salam değerli şagirdlər, Qalata Mat 1 mutlaq dəyərdən sual izahına davam edirik. Birinci sualda test 5-də bizə deyir ki, x ədədinin modulu 2 və 7 arasındadır. Əgər bir ədədin modulu 2 və 7 arasındadırsa, deməli o ədəd nə ola bilər? Tam ədəddirsə 3 ola bilər, 4 ola bilər, 5 ola bilər, 6 ola bilər və 7 ola bilər. Eyni zamanda bunların mənfiləri ola bilər. Mənfi 3, mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7. Biz bunların hamısını toplasaq, cavab nə olacaq? 0, yəni A variantı. 5-ci sual bizə deyir ki, x kiçikdir modul x. Birinci bunu başa düşək. Bir ədədin modulu, bir ədəd modulundan balacadırsa, o ədəd mənfi ədəddir. Çünki mənfi ədədin modulu müsbət olacaq və həmin ədəd modulundan balaca olacaq. Birinci bunu yazıram. İkinci, bu ifadə nə deməkdir? Mənfi 5 kiçikdir x üstəgəl 3 kiçikdir 5. Hər tərəfdən 3 çıxsam, mənfi 8, x və 2. İndi bizə x kiçikdir 0-ı da bilirik axı. Ona görə mən mənfi 8-dən 2-yə qədər yox, mənfi 8-dən 0-a qədər götürəcəm. Yəni bu ikisinin ortaq həllini götürəcəm. Mənfi 8-dən başlayır, 0-dan kiçik olduğu üçün 0-a qədər, 2-yə qədər yox. C variantı olur cavab. İkinci sual. Bir ədədin modulu 3-lə 5 arasındadırsa, o ədəd ya elə 3-lə 5 arasındadır, 3-lə 5 arasında, ya da mənfi 5-lə mənfi 3 arasında bir ədəddir. Bir dəfə bunu həll edirəm. Hər tərəfdən 3 çıxsam 0, x və 2. Burada 3 çıxsam mənfi 8, x, mənfi 6. İndi bizə lazımdır ortaq həll. Biri 0 ilə 2 arasındadır. Biri mənfi 8 ilə 6 arasında. Biz bunlardan hansını götürəcəyik? Burada gördüyümüz kimi cavablarda nə verib? Konkret qiymətlər verib. Nədir məsələ? X daxildir z verdiyi üçün burada bunun tam həlli mənfi 7-dir. Mənfi 8 və mənfi 6 arasında. Burada isə 1. Mənfi 7 və 1. Diqqət eləyək. Mənfi 7 və 1. D variantı olur cavabımız. 6-nı eləməmişik. 6-cı suala baxaq. 6-cı sualda modul x x-dən böyükdür. Deməli, x müsbət ədəddir. Sonra bunu həll edirəm. 4x çıxı 3 böyükdür 5-dən və 4x çıxı 3 kiçikdir mənfi 5-dən. Buradan 4x böyükdür 8 alınır. X 2-dən böyük olur. Buradan 4x kiçikdir. Mənfi 5 üstəgəl 3 mənfi 2. X kiçikdir mənfi 1 bölü 2. İndi baxın. Ortaq həll. 0-dan böyük olduğu üçün mənfi olanı götürmürəm. Çünki ikisinin ortaq həllini seçməliyəm. Bu da 2-dən böyükdür. 2-dən böyük və 0-dan böyüyə ortaq həll 2-dən böyüklər olur. Çünki elə bir həll olmalıdır ki, hər ikisini ödəsin. 2-dən böyük ədədlər onsuz da 0-dan böyük olacağı üçün burada 2 sonsuzluq götürürük. Yəni D variantı. Üçüncü sual. 13 və 17 arasındadır və bu suala belə yanaşırım. Bir ədəd 13 və 17 arasındadırsa modulu, o ədəd 13 və 17 arasındadır və ya mənfi 17 və mənfi 13 arasındadır. Buradan alınır 11, x, 15. Buradan alınır 2 çıxanda deməli mənfi 19, 2 çıxanda mənfi 15. İndi bizdən x-in ala biləcəyi qiymətlərin cəmini soruşur. Gəlin baxaq, tam ədəd olduğu üçün burada 12 ola bilər, 13, 14, 15. Burada da mənfi 19, mənfi 18, mənfi 17, mənfi 16. Bunları toplasaq, deməli bu 12 ilə mənfi 16, mənfi 4. 13 ilə mənfi 17, mənfi 4. 14 ilə mənfi 18, mənfi 4. 15 ilə mənfi 19, bu da mənfi 4. 4 ilə mənfi 4 toplasaq mənfi 16. Yəni E variantı olur cavab. 7-ci sual. 2 bərabərsizlik verib ayrı-ayrı həll edirəm. Buradan başlayıram. Deməli yazıram x üstəgəl 3 böyük bərabər 2 və x üstəgəl 3 kiçik bərabər mənfi 2. Buradan x böyük bərabər mənfi 1 və x kiçik bərabər mənfi 5 alınır. İkinci bərabərsizliyi həll edəndə
Deməli 2x sıx 7 bu kiçik işarəsini demişdi ki, bir yerdə yazmaq olar. 2 qat bərabərsizlik kimi. -5 və 5 arasında olmalıdır. Mən hər tərəfə 7 əlavə eləsəm 2, 2x, 12, 1, x, 6. Deməli, 1 və 6 arasında olmaq ikincidən alınan dəqiq cavabdır. Bu biraz daha buradan başlasaq yaxşıdır. Birinci bərabərlikdə isə -1-dən böyüklər və -5-dən kiçiklər. Baxın, -5-dən kiçiklər onsuz da bu arada yoxdur. Ona görə mən bu həlli atıram. Bu bizim ortaq həllimiz ola bilməz. Burada -1-dən böyük deyir, burada 1-6 arası deyir. Deməli, -1-dən böyük ədədlər 1-6 arasında varmı? Var. Deməli, 1-6 arası onsuz da bu şərti ödəyir. Amma -1-dən böyük hər ədəd, məsələn 0, bu şərti ödəmir. Mən ortaq həll götürməli olduğum üçün, bu da 1-6 arası bu ikisinin ortaq həllidir. Yəni, D variantı olur cavab. 4. Bu ən gözəl, ən asan suallardan biridir. Modul 4x üstəgəl 11 böyükdür 0. İndi burada böyükdür 0 yerinə böyük bərabər olsa, əlavə bir şərti nəzərə almalıyam ki, 0 olma ehtimalı var. Amma böyük 0 dediyi üçün heç nə düşünməyə ehtiyac yoxdur. Deməli, nə edəcəm? 4x üstəgəl 11 modulda olduğu üçün, əgər bu ifadə modul daxilindədirsə, cavab 0-dan həmişə böyük olacaq. Bir dənə istisna nədir? 0 olması. 0 olsa, buradan 4x 11 olsa, x də daha doğrusu -11. -11 bölü 4, bu 0 eləyəcək. Yəni, -11 bölü 4 olanda 0 alınır. -11 bölü 4-dən başqa nə olsa, bunun qiyməti mənfi və ya müsbət eləyəcək üçün modulu müsbət eləyəcək. Deməli, r çıxılsın hər şey, yəni r çıxılsın -11 bölü 4. Təkrar deyirəm. Modul 4x üstəgəl 11. Modul daxilində bir ifadə 0-dan həmişə böyükdür. Bir dənə fərq nə ola bilər? 0 olma ehtimalı var. Onu nəzərə almalıyam. Yəni, mən bu bütün ehtimallardan, r-dən, hər şeydən çıxıram bir dənə 0 olan qiymətin. -11 bölü 4. 8. 8-ci sual. Bu birinci bunu görən kimi deyirəm. X böyükdür 0. Bu da x üstəgəl 2 bərabərdir 10 və ya x üstəgəl 2 bərabərdir -10. Buradan x 8 çıxır. Buradan x -12 çıxır. Bu şərtlə bu ikisindən ortaq olan hansıdır? 8-dir. Deməli, qiymət sadəcə 8 olur. E variantı. 9-cu sual. Birinci, bu kənardakı modulu atırıq belə suallardır. Modul x çıx 3 4-dür və ya modul x çıx 3 -4 olmalıdır ki, bu kənardakı modul onu 4 eləsin. Buradan modul x 7 olur, x də olur 7 və ya -7. Buradan modul x olur -4-ün üstünə üçgənlə -1. Burada həll çıxmır. Deməli, 7-dir və -7-dir. Yəni, B variantı. 13-cü sual. 13 tipli suallarda, yəni, əgər bir tərəfdə kök varsa, bunu həll eləməyin variantı, yolu hər tərəfin kvadratını almaqdır. Alıram. Köklə kvadratı gedir. X kvadrat üstəgəl 7 bərabərdir. X üstəgəl 1-in kvadratı, x kvadrat üstəgəl 2x üstəgəl 1. Hər tərəfdən bu x kvadratı gedir. Buradan 2x 6 çıxır, x də 3. Bu da A variantı. 10-cu suala baxaq. Modul x x-dən böyükdür. Deməli, x necə ədəddir? 0-dan böyük ədəddir. Yəni, müsbət ədəddir. Müsbət ədəddirsə, mənfi x nə olur? Mənfi eləyir. Mənfi ədəd moduldan necə çıxır? Əksi çıxır. Mənfi 3x də mənfi eləyir. Bunun da əksi çıxır. Üstəgəl 2. Bir dəqiqə, biz bir şey səhv yazdıq. Modul x x-dən böyükdür. Sə. Bu niyə? Mənfi ədəd olsun ki, müsbət ədəd olsun ki, bunu səhv yazdıq. Bir ədədin modulu özündən böyükdürsə, deməli, özü mənfidir, modulu müsbətdir də. Biz burada səhv yazdıq. Biz o səhvi yuxarıda da eləmişik. Gəlin, birinci bunu düzəldək, sonra yuxarı qaydaq. Modul x x-dən böyükdür. Gəlin, birinci bunu aydınlaşdıraq, əzbər olmasın. Modul x x-ə bərabər olar. Nə vaxt? Məsələn, modul 5 5-ə bərabərdir. Yəni, x müsbət olsa, böyük bərabər 0 olsa. Modul x x-dən böyük olar o vaxt ki, x mənfi ədəd olsa.
Yəni misal üçün modul -4. Nə olur? 4 olur. Yəni modulu özündən böyük olur. İndi burada modul x x-dən böyüksə, deməli x necə ədəddir? Mənfi ədəddir. Onda mənfi x moduldan olduğu kimi çıxır. Çünki müsbət olur. Bu da olduğu kimi çıxır. Üstəgəl 2. Aşağıda da hər şey olduğu kimi yazılır. Olur -4x üstəgəl 2 böl -2x üstəgəl 1. Bu da bərabərdir 2. İndi bir dənə yuxarı qaydaq. Orada da məncə bir dənə sual elə bir şey var idi. 6-cı sualda biz cavabı düz götürdük. Səhv xatırlamıramsa. Deməli, indi gəlin burada sıralamaya ilə yenə baxaq görək səhv eləmişiksə düzəldək. 6-cı sualda modul x-dən böyük yazıb. Yəni x sıfırdan kiçikdir. X sıfırdan kiçikdirsə biz bu ifadəni həll eləmişdik. 4x böyükdür 8, x böyükdür 2 alınmışdı. Və 4x kiçikdir -2, x kiçikdir -2-də 1 alınmışdı. Biz bunu götürdük səhv xatırlamıramsa. Amma bu olacaq. Sıfırdan kiçik olmalıdır. Ona görə həllimiz budur. Kiçikdir -2-də 1, yəni B variantı. 7-ci sualda da yenə bu hissəyə baxaq. Modulda x üstəgəl 3, yox 7-ni yazmışıq 8-dən, bir də 8-də o var. 8-ci sualda da modul x böyükdür x, yəni x kiçikdir 0 deməkdir. Yəni x üstəgəl 2-ni -10 götürürəm. X olur -12. Yəni D variantı. Deməli, gəldik. Onu yazdıq. 14-cü sual. 14-cü sual. Burada x bərabərdir 3x üstəgəl 5. Birinci biz deyirik ki, x sıfırdan böyük olsa, moduldan olduğu kimi çıxar. Bunu həll edirik. Olur -2x bərabərdir 5, x -5 bölü 2. Baxın, biz nə edirik? Modul x-dən x çıxartdıq. Hansı şərtlə? X sıfırdan böyükdürsə, olduğu kimi çıxdı. Amma şərtimiz nədir? X böyükdür 0, cavab nədir? -5 bölü 2. Deməli, bunu götürmürəm. İkinci variant, x kiçikdir 0, yəni modul x-dən -x çıxır. 3x üstəgəl 5. Buradan alır -4x bərabərdir 5. X-də -5 bölü 4. Şərtimiz x kiçikdir 0-dır. Cavab da -5 bölü 4-dür. 0-dan kiçikdir. Yəni C-ni götürürəm. 11. 11-də x çıx 3, 2x çıx 4. Baxın, 2 ədədinin modulu bərabərdirsə, belə düşünün. Məsələn, modul 5 nəyə bərabərdir? Modul 5-ə, bir də modul -5-ə. Yəni 2 ədədin modulu bərabərdirsə, onlar bərabərdirlər ya da əks ədədlərdir. Birinci bunu yazıram. -x bərabərdir. -1, x olur 1. İkinci variant, birinci bir ədəd olduğu kimi yazıram. Digər ədədi mənfiyə vururam. Buradan alınır 3x bərabərdir 7, x də olur 7 bölü 3 və 1. Yəni D variantı. 15-ci sual. 15 tipli suallara diqqət edin. Maksimum qiymət soruşursa, burada modul 0 ilə qiymətləri -1 və -2 sıra ilə yerinə qoyuram. Bir dəfə -1 yerinə qoyuram. X-in yenə -1 yazıram. Buradan 7 bölü 1, 7 alınır. Bir dəfə də -2-ni yerinə qoyuram. Buradan da 7 bölü 1, 7 alınır. Bunlardan max deyir. Hansı maksimum hansı onu seçəcəkdim. Eyni alındığı üçün elə 7 olur cavab. 12-ci sual. X kvadrat çıx 4 bərabərdir x üstəgəl 3. Hər tərəfin kvadratını alıram. X kvadrat çıx 4 bərabərdir x kvadrat üstəgəl 6x üstəgəl 9. X kvadratları gedir. 9 keçir bu tərəfə. -13 bərabərdir 6x. X də olur -13 bölü 6. Yəni E variantı. 16 yenə bayaqki kimi modulu 0 eləyən qiymətlər. Burada x -3 olsa 0 olur. Burada x 2 olsa. Birinci x-ə -3 versəm, bura olur 0. X-ə -3 verəndə 4 vur -3 çıx 8. Burada alınır 20 bölü 21.
İkinci variant x-ə 2 verirəm. Bura 0 olur. Olur 2 üstə gəl 3. Yəni burada x-ə 2 verdim. 20 bölü 5 4. Maksimum dediyi üçün bunlardan böyüyü 4'dür. 4'ü seçirəm, oldu D variantı. Dediyim kimi orada seçəndə səhv yazmışdıq. Modul x kiçikdir 0 yerine böyük 0 yazmışdıq. 7-8-ci sualların həllinə diqqət edin. İzahın davamında, videonun davamında düzəltmişik. 6-8 daha doğrusu. Sağ olun.